Deməli, Levi qərar verib ki, bu Tottenhamın prezidentidir. Kim tanımırsa, burada yerləşdirəcəm onun, belə deyək, tüksüz başını. Deməli, Levi qərar verib ki, qardaş, bir zəng eləyib Brunoya ki, qurban olum, başa dönüm, getmə. Deyib, niyə? Deyib ki, mən həyatımda pomidor yeməmişdim, mən onu İtaliyada yedim. Pomidorun yumru, meyvə kimi yeyilə biləcək bir şey olduğunu başa düşdüm. Salam Rafael, xoş gördük. Salam Ziya, xoş gördük. Rafael, yeni layihəmizdə futbolda varmı nəsə? Əlbəttə ki, çox şey var. İndi ilk xəbərimiz elə ondan ibarətdir ki, CS dünyanın ən bahalı oyunçularının siyahısını açıqlayıb. Mən burada cəmi 4 oyunçunun adını çəkəcəm. Əlbəttə ki, birinci yerdən başlayacağıq. Birinci yerdə demək olar ki, hər kəsin bildiyi bir oyunçudur Yamal. Yamalın qiyməti isə dodaq uçuldacaq bir qiymətdir. Nə az nə çox düz 402 milyon avro qiymət təyin olunub bu oyunçuya. Bəli, həddən artıq çox yüksəkdir. Mən də ilk görəndə birinci gözlərimə inanmadım, amma oxuyandan sonra gördüm ki, həqiqətən oyunçunu 402 milyon avro qiymətləndiriblər. Gözümə inanmadım, qulağıma inandım. Bəli, burada tamamilə qulağa inanmaq lazımdır. İkinci yerdə isə Haalanddır. Haalandın qiyməti isə 239 milyondur. Üçüncü yerdə isə Bellinghamdır. Bellinghamda 233 milyondur. Dördüncü yerdə isə Mbappé'dir. Mbappé'nin qiyməti isə cəmi 192 milyon avrodur. Burada çox maraqlı bir sual doğur. Bir çox insandan soruşsan, hal-hazırda dünyanın ən yaxşı oyunçusu Mbappé'dir. Düzdür. Yamal hal-hazırda ən istedadlı oyunçudur, amma Mbappé'nin Haalanddan və Bellinghamdan aşağı qiymətləndirilməsi bir çox insanlarda, bir çox azarkeşlərdə sual doğurdu. Keçirik növbəti xəbərə. Sizə yeni bir xəbər bildirəcəm. Futbolda yalnız 2 baş məşqçi 2 fərqli klubda treble eləyib. Bunlardan biri əlbəttə ki, Pep Guardiola'dır, Barcelona və City'də. İkincisi isə Luis Enrique oldu. O da 2015-ci ildə Barcelona'da. İkincisi isə bu ilki PSG-də oldu. Bundan əlavə bu PSG-nin oyunçuları var ki, demək olar ki, bütün kubokları qazanıblar bu il iştirak elədikləri. Biri Fabian Ruizdir. Fabian Ruiz keçən ildən bəri iştirak etdiyi bütün turnirlərdə qalib olub. Deməli, UEFA Çempionlar Liqində, Fransa Liqası, Fransa Kuboku, Fransa Super Kuboku, bundan əlavə yığma ilə Avropa Çempionatı və UEFA Millətlər Liqasının qalibi olub. Bir də Xviçadan danışmaq istəyirəm. Gürcü qonşumuz bu illəri həm Serie A çempionu oldu, həm Fransa Liqası, Çempionlar Ligi və Fransa Kuboku, Fransa Super Kuboku. Demək olar ki, kubok kolleksiyasını bir il içində artıq doldurub. Keçirik növbəti xəbərə, yenə PSG-dən davam edirik. Paçodan intervyu götürüblər. PSG-nin müdafiəçisindən deyiblər ki, sən niyə 51 nömrəli forma geyinirsən? Paço isə intervyusunda bildirib ki, mənim anam 51 yaşında vəfat edib və mən onun şərəfinə 51 nömrə forma ilə çıxış edirəm və edəcəyim də. Bu da belə bir maraqlı bir xəbər idi. Bundan əlavə Luis Enrique'dən son bir şey də demək istəyirəm. Luis Enrique 10 finalda iştirak edib ki, onun komandaları 5-i Barcelona ilə, 5-i isə PSG ilə hər bir finalda qalib gəlib. Hələ ki, heç bir finalda məğlub olmayıb Luis Enrique. Bundan əlavə keçmək istəyirəm İtaliyaya. İtaliyada mənim əlbəttə azarkeş olduğu klubun keçmiş oyunçusu Scotti McTominay'dən danışmaq istəyirəm. McTominay'nin bir intervyusunu oxudum. Orada McTominay bildirir ki, mən həyatımda pomidor yeməmişdim, mən onu İtaliyada yedim. Pomidorun yumru, meyvə kimi yeyilə biləcək bir şey olduğunu başa düşdüm. Mən yalnız bunu İtaliyada, çünki mən onu İngiltərədə ancaq su kimi içirdim. Elə bildim ki, o duru olur. Şotlandiyada maraqlıdır ki, pomidor əkilməyib, onda belə çıxır. Belə çıxır ki, ancaq sok kimi içib, o şirək kimi içib onu ancaq. Pomidor şirəsi. Bəli, pomidor şirəsi içib, onun yeməli və dadlı olduğunu bilmirdi və dediyinə görə İngiltərə ilə İtaliyanı müqayisə edib, deyir ki, İtaliya daha yaxşıdır, daha taktiki cəhətdən daha yaxşı futbol oynanılır burada. Bundan əlavə yaşam daha gözəldir, yeməkləri, belə deyək, ərzaqları çox dadlıdır. İtaliyanı bir sözlə bəyənib, İngiltərəni pisləyib. Bundan əlavə İngiltərədən danışmışkən belə bir maraqlı bir xəbər oxudum. Tottenhamın baş məşqçisini Postecoglou'nu artıq klubdan göndərirlər. Deməli, Levi qərar verib ki, bu Tottenhamın prezidentidir. Kim tanımırsa, burada yerləşdirəcəm onun, belə deyək, tüksüz başını. Deməli, Levi qərar verib ki, qardaş, biz bir klub olaraq kubok qazanmağa qarşıyıq. Postecoglou deyib ki, sən nə qələt eləyirsən, bizə kubok qazandırırsan, ona görə səni biz klubdan göndərəcəyik. Bizim həyatdakı ən böyük məqsədimiz oyunçu yetişdirib satmaqdır və finallara çıxıb uduzmaqdır. Sən bizim niyə tariximizi dəyişirsən deyə bunu belə bir göndərib ironiyanla. Ondan əlavə
Əl-Hilaldan danışmaq istəyirəm. Əl-Hilal Inzagini gətirdi. Inzagi son illərin ən uğursuz baş məşqçilərindən biridir. Əl-Hilal isə klublararası dünya çempionatını qazanmaq istəyir. Yəqin ki, yenə finala çıxıb məğlub olmaq üçün gətiriblər bunu. Keçirik növbəti Manchesterə, mənim sevimli klubuma. Burada isə çox maraqlı bir hadisə baş verib. Deməli, Amorim zəng eləyib Brunoya. Bildiyiniz kimi Brunoya 100 milyon təklif eləyiblər ki, Manchester təklif eləyiblər ki, Brunonu sat bizə, Əl-Hilal komandası. Amorim zəng eləyib Brunoya ki, qurban olum başa dönüm getmə. Deyib niyə? Deyib ki, başa düşürəm 50 milyon maaş verirlər, amma getmə, mən klubu, komandanı sənin üzərində quracam. Getmə yaxşı olacaq. Hə, getmə, and olsun deyib ki, yəni uca Məryəm bizi hifz eləsin, deyib çox yaxşı olacaq, qal klubda. Mən sənsiz bu klubu təsəvvür eləyə bilmirəm. Biraz ağlayıb, yalvarıb, amma bitər yola gətirib. Bruno da deyib ki, daha sən mən ölmüşüm, bir mövsüm oynayacağam, amma gələn mövsüm əgər pis olsa vəziyyət çıxıb gedəcəm deyərək klubda qalıb. Yadınıza gəlir bir hakim var idi İngiltərədə, dostu ilə içəndə onu dostları çəkmişdi, o Liverpoolu pisləmişdi. David Coot, yəqin ki, bir çoxunuzun yadınıza düşdü. Artıq o hakim özünə bir təzə iş tapıb, pizza daşıyır, kuryer kimi işləyir və bunu bir çox azərkeşlər çəkib artıq internetdə belə bir paylaşım ediblər. Deməli, bəzən dilinə yiyəlik eləmək lazımdır. Bir çox yüksək maaşlı bir işin, bir dilinin qurbanına, içkinin zibilinə düşmüş bir hakimin sonu kuryerdir. Son xəbəri sizinlə bölüşmək istəyirəm. Yadınıza gəlir, Çempionlar Liqində belə bir hadisə baş vermişdi. Atletico Madrid, Real Madrid oyununda penallaşdıya getmişlər. Julian Alvarez penaltini vuran zaman top yıxılır və top onun belə deyək, sol ayağına dəyərək gedir, girir qapıya və bu tək vara baxıldıqdan sonra penaltini ləğv edirlər. Deməli FIFA baxıb ki, qardaş, bu Alvarezin belə bir penaltisi var. Bundan əvvəl 2022-ci il dünya çempionatında Messinin belə bir penaltisi olmuşdu. Düzdür, Messinin penaltisini saymışdılar. O heç aydın məsələdir. Alvarez-də saymamışdılar. Deyiblər ki, yaxşı, da bəsdir. Bu qaydanı da dəyişək. Bundan sonra əgər yıxılarsan, iki ayağın bəli topa dəysə belə top qapıya getsə ləğv olunmayacaq. Amma neyniyək ki, çanaq yenə Atletico Madridin başında çartladı həmişə kimi. Bu klubun heç vaxt bəxti gətirməyib və gətirməyəcək də. Hələlik məndən bu qədər. Sağ olun və salamat qalın. Bu arada dostlar, kanalımıza abunə olmağı, videoya like atmağı və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bildirməyi unutmayın. Bir də mən düzdür o qədər futboldan başım çıxmır. Yəni çox da qınamarsınız, amma yenə də sizin şərhlərinizi gözləyəcəm. Sağ olun və salamat qalın. Sağ ol Rafael. Sağ ol.